Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər haqda ibtidai istintaq tamamlanıb. Bakupost.az məlumat verir ki, bu haqda Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib. Sabirabad rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın poliklinika şöbəsinin müdürü və həkim məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyev haqda daxil olmuş şikayətlər əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqla Əlişir Əliyevin sözü gedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin edilməsinə əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədi ilə onlar barədə təbib in-etabib elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3, 311.3 təkrarən və külli miqdarda rüşvət alma və 313 vəzifə saxtakarlığı, Qabil Quliyev və İntiqam Kərimova isə həmin məcəllənin 178.1 dələduzluq, 32.5, 308.2 ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə, 32.5, 311.3, 311.3 təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə və 32.3 vəzifə saxtakarlığına kömək etmə maddələri ilə ittiham elan olunub, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.